Beləcə onlar səfalı bağlar, çeşmələr qoyub getdilər. Əkinlər, möhtəşəm yerlər və içində həzz aldıqları nemətləri qoyub getdilər. Bax belə, Allah o nemətlərə başqalarını varis etdi. İsrail oğullarından bəziləri Fironun ölümünə inanmırdılar. Çünki Firon heç zaman ölməz deyirdilər. Allah elə elədi ki, dəniz onun cəsədini sahilə çıxardı. İsrail oğulları onun cəsədini əynindəki zirehli geyimindən tanıdılar. Bununla da onlar Fironun ölümünə inandılar. Firon və onun qoşunu suya qərq olduqdan sonra Fironun bütün mülkü məhv oldu. Misir torpaqlarında yalnız sadə insanlar qaldı. Musa və onun tayfası sağ-salamat quruya çıxdılar və rahat nəfəs almağa başladılar. Onlar artıq Allahdan başqa heç nədən qorxmurdular. Nə Firondan, nə də onun əsgərlərindən. Rahat və əminamanlıq içində Şam diyarına doğru yollarına davam etdilər. İsrail oğulları şəhərdə yaşayan və şəhər şəraitinə öyrəşən bir tayfa idi. Buna görə də günəş altında yol getmək onlar üçün çətin idi. Onlar Allahın qonaqları idi. Hər kəs öz qonağına hörmət edir. Allahın hörməti isə daha yaxşıdır. Allah göydən bir bulud göndərdi və bu bulud onlara kölgə salmağa başladı. Bulud onlarla birlikdə hərəkət edir, onlar dayandıqda isə dayanırdı. Beləliklə İsrail oğulları kölgədə rahat getməyə başladılar. İsrail oğulları yolda inək surətində büt düzəldib ona ibadət edən bir tayfaya rast gəldilər. Onlardan bəziləri ibadət etmək üçün Musadan büt düzəltməsini istədilər. Musa onlara Allahın bəxş etdiyi nemətləri xatırlatdı. İbadətə yalnız Allahın layiq olduğunu söylədi. İsrail oğulları bu istəklərinə görə peşman olub yollarına davam etdilər. İsrail oğulları uzun müddət Fironun əsarəti altında yaşamışdılar. Vətənsiz, məskənsiz qalmışdılar. Fironun onlara əzab-əziyyət verməsi və qul kimi işlətməsi onlarda qorxaqlıq və zəlillik kimi xüsusiyyətlər yaratmışdı. Döyüşmək istəmir, əziyyətdən qaçırdılar. Ancaq yemək, içmək və rahat yaşamaq istəyirdilər. Şam torpaqlarında imansız və zalım insanlar yaşayırdı. Musa İsrail oğullarının zalım insanları qovub orada məskən salmalarını, bu torpaqlarda azad və firavan yaşamalarını istəyirdi. Musanın bu istəyini eşitdikdə İsrail oğulları ölmək istəmirik deyə fəryad etdilər. Bu torpaqlarda yaşayanlar həm güclü, həm də zalımdılar. Biz onlara qalib gələ bilmərik. Əgər özləri yurdlarını tərk etsələr, onda onların torpaqlarına girərik, dedilər. Musa İsrail oğullarının təbiətindəki qorxaqlığı və zəifliyi bilirdi. Buna görə də İsrail oğullarını döyüşməyə həvəsləndirmək, onlarda cəsarət oyatmaq istədi. Onlara Allahın verdiyi nemətləri xatırlatdı. İsrail oğullarını üstün edib, onlardan neçə-neçə peyğəmbərlər seçdiyini yadlarına saldı. Allahın dənizi necə yardığını, Firon və ordusu daha güclü olduğu halda onlara necə qalib gəldiklərini xatırlatdı. Lakin xalqının narazılığı davam edir, bu isə Musanı çox kədərləndirirdi. Musa xalqının bağışlanması üçün dəfələrlə Allaha yalvarmışdı. İndi isə bütün cəhdlərinin boşa çıxdığını, İsrail oğullarının Allahın bəxş etdiyi nemətləri unutduqlarını görürdü.